Salam, bugün sizlərə genetikadan xüsusi quiz izahını verəcəm. Hansı ki, onlayn dərslərimizə, quiz qruplarımıza qatılmaq istəyirsinizsə 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən gəlin başlayaq elə birinci sualımızdan. Bizə deyir, hansı sözün mənası düzgün verilmişdir? Latınca parentale qız deməkdir. Xeyr, bu yanlışdır. Latınca filiale valideyn deməkdir. Xeyr, bu da yanlışdır. Bunların yerləri dəyişikliyi olmalıdır. Parentale valideyn, filiale qız deməkdir. Genezis mənşə doğulma deməkdir. Bu düzdür. Hamete kişi yox, hamete qadın olmalıdır. Hibrid iki qat deyil, hibrid qarışıq olmalıdır. Sonra, yəni bir sözlə cavab C variantı. Növbəti deyir ki, bu fərd ilə bu fərdin çarpazlaşmasından alınan nəsildə diheterozigot fərdlərin ümumi nəsli neçə faiz olduğunu təşkil edin. Biz bilirik ki, 2 dənə diheterozigot fərdin çarpazlaşmasından 4 ədəd hər iki əlamətə görə heterozigotlar alınır. Ümumi 16 ədəddir nəsil. 16-nın 4-ü, yəni 25 faizi nə olacaqdır? Diheterozigot olacaqdır. Növbəti, keçək 3-ə. Uyğunluq pozulmuşdur. Genom mutasiyası, xromosom mutasiyası. Genom mutasiyası xromosomların sayının artması və yaxud da azalmasından yaranan xəstəliklər olmalıdır. Bizə deyir, xromosom saylarının bir neçə dəfə arta bilər. Bir bura aiddir. Təbii ki, bu doğrudur. Birin yeri. Ona görə 3-də cavab A deyil. Sonra, deyir, genotip dəyişmələrinin xüsusiyyətlərinə genotip dəyişdirmə xüsusiyyətinə malikdir. Genotipi dəyişdirə bilən, yəni xromosom ola bilər. 2 ortaya yazılıb, yəni hər ikisinə aid ola bilər. Xromosoma da, mutasiyasına da, genom mutasiyasına da aid ola bilər. Sonra, DNT-nin müəyyən qrup nükleotidlərinin düşməsi. DNT-də müəyyən qrup DNT-lərin qruplarının düşməsi DNT-də hər hansı bir nükleotidin ardıcıllığından tutaq ki, adenin, guanin, sitozinin düşməsi gendə gedən mutasiyadır, gen mutasiyasıdır. 3-ün yeri səhvdir. Ümumiyyətlə 3 nə genom, nə də xromosom mutasiyası deyil. Xromosom mutasiyası odur ki, genin yeri dəyişsin, gen başqasından əvəz olsun, ikiləşsin, 180 dərəcə fırlansın. Ona görə bu 3-ün yeri yanlışdır. Cavab C-dir. Digərlərini də oxuyaq. Şeşeveski-Terner sindromu bir dənə X xromosomunun olmamasıdır. Hansı ki, burada 45 olur 2N-i və yaxud da ki, 2N bərabərdir 44 plus X olur. Bunlar cinsiyyətcə qadındır. Hansı ki, genom mutasiyasıdır. Xromosomun bir sayət artıb azalması. Xromosomun quruluşunda baş verən dəyişkənliklərdir. Təbii ki, bu da xromosom mutasiyasıdır. İncə qeyd etdim. Cavab burada olacaq. Deməli, C variantı. Növbəti, keçək 4-ə. Aşağıdakılardan hansı bir sort qamet əmələ gətirər? Məsələn, bu bir sort qametdir, bu bir sort qametdir, bu 4-dür, bu 2-dir, bu da 2-dir. Onu hardan bilirəm? 2 üstü N düsturundan, yəni heterozigotların sayını N-ə qoymaqla. Burada cavab olacaq 2, 3, Y variantı. Somatik hüceyrəsində deyir, avtosom xromosomlarının sayı 44-dür. Yəni 2N bərabərdir 44-dür. Bir canlıda ilişikli gen qruplarının sayını müəyyən edin. Biz bilirik ki, ilişikli gen qruplarının sayı canlının belə deyək, haploiduna uyğundur. Əgər autosom xromosomları 44-dürsə, 2 dənə də cinsiyyəti var. Bu cəmi eləyir 46. Bunun autosomu haploiduna uyğundursa 23 ədəd olacaq ilişikli gen qruplarının sayı. Sonra belə bir genotip verib bizə, deyir X-i Y-ə böl. Əmələ gətirdiyi qamet müxtəlifliyinin sayı genlər sərbəstdirsə, genlər ilişiklidirsə. Gəlin biz birincisi bunun genlərinin ilişik vəziyyəti üçün baxaq. Məsələn, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, böyük C. Bu genlər əgər ilişiklidirsə, mütləq və mütləq bizə həmişə 2 dənə qamet verəcək. Yox, genlər sərbəstdirsə, həmişə 2 üstü N-lə verəcək. Heterozigotların sayı 2 ədəddir. C-lərə görə homozigotdur. 2 üstü 2, bu da 4 verər. O zaman 4 bölək 2, bu da bizə 4-ü 2-yə böldükdə 2 verər. 6-da cavab D variantı. Növbəti.
Nisbətini hesablayın deyir. Burada 1, 2 bunlar heç biri uyğun deyil. Sonra gələk 7-yə. Deyir çarpazlaşma zamanı əsasən genlər ilişikli sürətlə irsən nəslə keçir. Hansı genlər ilişikli keçir? Hansı ki qeyri-allel genlər, məsələn A və B, eyni homoloji xromosomun bir cütündədirlərsə, müxtəlif cütü yox, homoloji xromosomların müxtəlif cütü yox, eyni cütündə yerləşərlərsə. Homoloji xromosomların eyni lokusunda da yox, çünki eyni yerdə yerləşə bilməzlər. Eyni xromosomda yerləşən genlər desək, daha doğru olar 7-də C. 8-də deyir ki, belə bir fərd var. Çarpazlaşmasında erkək tipin böyük AB qameti yaşama qabiliyyətini itirərsə, fenotipə görə parçalanma hansı nisbətdə baş verər? Biz bilirik ki, bu fərdin çarpazlaşmasında nisbət 9-un 3-ün 1-ə şəklində olur. Bizdə deməli ilk öncə mən bir dənə bunu qeyd etmək istəyirəm. Biz bilirik ki, 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B alınır. 2 ədəd böyük A, böyük A, böyük B, kiçik B, 2 ədəd kiçik A, böyük B, kiçik B, 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B, 2 ədəd böyük A, kiçik A, böyük B, böyük B. Yəni hərəsindən 2 ayrı-ayrı olmaqla bir əlamətə görə homo, digərinə görə hetero olan fərqlər. Sonra hərəsindən bir ədəd hər iki əlamətə görə homo olanlar alınır. Mümkün qədər imtahanda çalışın, necə deyərlər, bunu əzbər şəkildə bilin. Çünki nə qədər tez yazsaz, Pernet cədvəli qurmadan siz bunu sürətli həll eləyəsiniz. Əgər AB tipli qamet yaşama qabiliyyətini itirirsə, onda yadınızda saxlayın, bir fərdin bir dənə qameti yaşama qabiliyyətini itirəndə 4 fərd ölməlidir. İndi böyük A, kiçik B harda var? Burada var. Bir nəfər öldü. Böyük A, kiçik B burada var. Bir nəfər öldü buradan. Qaldı burada 3'ü, qaldı burada 1'i. Sonra burada böyük A yoxdur. Burada böyük A var, kiçik B var. Getdi. Bir nəfər buradan öldü, biri qaldı. Sonra böyük A, kiçik B. Böyük A, kiçik B. Böyük A, kiçik B burada bir nəfər idi. 0 qaldı, biri buradan getdi. Nəticədə 4'ünü azaltdıq. İndi mənim 9, 3, 3, 1. Bunlar sarı hamar idi, sarı qırışıq idi, yaşıl hamar idi, yaşıl qırışıq idi. Ölən kimdən öldü? Bax, bu sarı hamardı. Qeyd edeyim üstdən ölənlər. Bu sarı hamardı. Sarı hamardı, sarı qırışıqdı. Deməli, ikisi sarı hamardan öldü. Sonra biri ölən nə idi? Bu da sarı qırışıqdan öləndi. Deməli, ikisi sarı hamardan, ikisi yaşıl qırışıqdan öldü. İkisi öləndə 7. Burada qalacaq 1, təbii ki 3, 1, 1. Təzdən belə bir şey olacaq. Cavabımız da nədir? A variantı olacaq. Sonra keçək 9'a. Deyir, müəyyən bir ərazidə yaşayan 400 nəfərlik bir populyasiyada kişilərin sayı, kişilərin yarısı X cinsi xromosomu ilə ilişkili ötürülən resessiv xəstəlikdən əziyyət çəkir. Bu ərazidə kişi və qadınların sayı bərabər olarsa, deməli yazaq. Kişi, qadın. Sayı bərabərdir, o deməkdir 200 nəfər kişi var, 200 nəfər qadın var. Hər hansısa bir tutaq ki, X xəstəliyi var, XA. Bu kişilərdə bu vəziyyət olsa xəstəlik törədir. Qadınlarda isə X kiçik A olsa xəstəlik törədir. Bizə burada deyir kişilərin yarısı. Yəni, hər 200 kişidən, belə deyək, 100'ü bu xəstəlikdən əziyyət çəkir. Onda X kiçik A-nın olma ehtimalı nə qədərdir? 0,5'dir. X kiçik A-nın rast gəlmə tezliyi 0,5'dir. Qadınlarda bu xəstəliyin ortaya çıxması üçün XA ortaya düşməlidir və 0,5 vurulsun 0,5 edəcəkdir 0,25. Yəni qadınların 25%'ında bu xəstəlik görünə bilər. O da 200'ün 25%-i nə qədər edər? 25 edər elə. Daha doğrusu 50 edir.
Bizdən sizə nə soruşur? Bu ərazidə kişi və qadınların sayına bərabər olduğunu bilərək xəstə insanların sayını müəyyən edin. Kişilərin yarısı, yəni 100-ü xəstədir. Qadınların da 50-si xəstədir. Cəmi 150 xəstə var. 9-da cavab B variantı. Keçək 10-a. Deyir, açar sözlərdən istifadə edərək düzgün ardıcılığı müəyyən edin. Orqanizmin xarici və daxili əlamətlərinin cəmi fenotipdir. Sonra aldığı genlərin cəmi isə genotipdir. 3. Daha sonra əgər orqanizm çarpazlaşması zaman nəsildə parçalanma verilməyən eyni tip qametlər əmələ gəlirsə bu homozigotdur. Parçalanma verən müxtəlif tipli qametlər əmələ gəlirsə heterozigotdur. Cavab D variantı. Sonra hansı genlər arasında crossover ehtimalı daha çoxdur? Hansı genlər bir-birindən daha uzaqdırsa onlar arasında da crossover daha güclü gedir. Sonra gələk 12-yə. Hər iki cüt əlamətə görə heterozigot olan qadın və kişinin nigahından, yəni hər iki cüt əlamətə görə heterozigot olan qadın və kişinin nigahından, hər iki əlamətə görə resessiv olan uşağın, yəni böyük A, kiçik A, böyük B, kiçik B-nin doğulma ehtimalı nədir? Buradan 16 fərd alınır. 16-dan biri bu vəziyyətdə ola bilər. C variantı. Sonra bizə bu nisbəti verən genotip desəm, yadınızda saxlayın. Böyük A, kiçik A çarpazlaşmalıdır kiçik A, kiçik A. Böyük B, kiçik B çarpazlaşmalıdır kiçik B, kiçik B ilə. Burada böyük A'lar var, burada böyük A'lar var. Burada 2 dənə böyük B var, olmaz. Burada da 2 böyük B, kiçik böyük var, olmaz. Amma buna baxın, böyük A, kiçik A, kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik B, kiçik B. Cavabımız olacaq C. Deyir, hansı qametlərin birləşməsindən Down sendromlu qız uşağı dünyaya gələr? Down sendromlu olması üçün bizim canlımız 2n bərabərdir 45 plus x olmalıdır. Burada n 23 plus x-dır. Digər n isə 22 plus x-dır. Belə bir şey olmalıdır. 23 plus x, 22 plus x, 1, 2-nin birləşməsi cavab 14-də Y variantı. Sonra qrafikə əsasən baxırıq nəyə? Xromosomları deyir göstərilmişdir. Birin erkək fərdi, 2-nin dişi fərdi olduğunu bilərək düzgün cavabı müəyyən edin. Bir erkəkdir, bir erkək. 2 dişi. Mən burada nə görürəm? Görürəm ki birinci fərddə, bir də ikinci fərddə. Birinci fərdim XX-dir. İkinci fərdim XY-dir. Onda bu o deməkdir ki, dişisi heterogamet canlı olmalıdır. Dişisi heterogamet olan insan deyil, daha doğrusu insan deyil. Kəpənəyi götürmürəm. Burada bal arısı olmaz. Birin diş erkək olması lazımdır. İnsanı da çıxıram. Bir dənə cavab qalır 15-də C variantı. Sonra hemolimfiya olan qız uşağının doğula bilər. Hemolimfiya olan qız uşağı nə zaman doğula bilər? Ana hemolimfiya daşıyıcısı, ata isə hemolimfiya xəstəliyi olsa, elə burada doğula bilər də A-da. Ana hemolimfiyanın daşıyıcısı, ata isə sağlam olduqda burada olmaz. Ana sağlam, ata isə hemolimfiyanın daşıyıcısı. Ata ümumiyyətlə daşıyıcı ola bilməz, bu səhvdir. Ana sağlam, ata isə xəstəlik olduqda. Ana əgər sağlamdırsa, heç vaxt xəstə uşaq doğulmaz. Ana xəstədir, ata isə sağlamdır. Ata sağlamdır, ana isə xəstədirsə, buradan da daşıyıcı uşaq doğular, qız doğulmaz. Cavab A variantıdır. Sonra növbəti gələk 17-yə. Deyir, qara rəngli ada dovşanı ilə boz rəngli ada dovşanın çarpazlaşmasında F1 nəslinə neçə faiz ağ dovşan olar? Ağ dovşan olması üçün kiçik C ya böyük A xətt, ya da kiçik C vəziyyət olmalıdır. Böyük C-lərə vursam, kiçik C-lərin alınma ehtimalı 4 dənədən 1-dir. Böyük A kiçik A vursam, böyük A alınacaq, böyük A kiçik A, o da 1-dir. Alınma ehtimalı 4 dənədən 1-dir, o da neçə faiz edir? 25 faiz edir. 17-də cavab C. Ağ çiçəkli gecə çiçəyi bitkisi ilə çəhrayı gecə çiçəkli, yəni ağ
belə olmalıdır. Çarpazlaşdırıram çəhrayı gecə çiçəyindən. Fenotipcə hansı bitkilər alınır? Buradan mən elə valideynlərin özünü alaram. Çəhrayı və ağ. 18-də A. Cədvələ əsasən AB-ni müəyyən edin deyir. Krasingover yoxdur. Bütün əlamətlər ilişiklidir. Alınan fərdlərin fenotip müxtəlifliyi. Bunların çarpazlaşmasından mənim alacağım fərdlər necə ola bilər? Böyük A, kiçik A, böyük B. Mən burada demək olar ki, ala biləcəyim nisbət 1-in 1-ədir. Genotip müxtəlifliyi isə 3 olmalıdır. Bunların bizdən nə istəyir? A plus B cəmini istəyir. 19-da cavabımız nə olar? Ən yaxşısı bunu açıq şəkildə yazaq. Bu mənə hansı qameti verər? Böyük A, böyük B, kiçik A, kiçik B. Bu isə mənə yalnız kiçik A, kiçik B verər. Bununla bunu bir dəfə də bunu çarpazlaşdırsam, kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük A, kiçik A, böyük B, kiçik B. 2 fenotip, 2 genotip alaram. Məndən bunun cəmini istəyir, o da D variantı. Deyir, hansı qanun özünü təbii şəraitdə doğrultmur? Təbii ki, Heidi-Weinberg qanunu özünü doğrultmur. Burada buna keçəndə xromosom təbii ki, mutasiyasıdır. Nə var? A, B, C, D, Y. A, B, C, D ilə C yerini dəyişibdir. Burada cavabımız olacaq 180 dərəcə çevrilmə. Yer dəyişmə deyilən bir və yaxud da ikiləşmə, çatışmazlıq, birləşmə deyə bir mutasiyamız yoxdur. 22. Orqanizmin deyir, zahirən nəzərə çarpan əlamətlərinin cəmi necədir? Təbii ki, zahirən xariclə gördüyümüzdür. Bu da fenotipdir. Uyğunluğu müəyyən edin deyir. Bir cüt allelə görə heterozigot. Bir cüt allelə görə heterozigotdursa B-dir. Daha sonra ola bilər C. Homozigot dominantlar, məsələn, adı D-dir. Bu şəkildə olacaqdır. Burada B, burada Y heç bir yerə aid deyil. Homozigotdur. Hər iki resessivdə. Mutasiyaların baş verdiyi xromosomlar autosom dominant gen, autosom resessiv, cinsi resessiv gen. Cinsi resessiv gen təbii ki olacaq nə? Daltonizm. Ona görə 3-ə gedəcək A. Daha sonra albinizm olacaqdır nə? İkinciyə gedir. Resessiv xəstəlikdir və gen xəstəliyidir. Sonra Marfan sendromu. Marfan sendromu dominantdır. Dominant olduğuna görə yuxarıya getməlidir. Polidaktiliya da, yəni çox barmaqlılıq, bu da dominantdır. Sonra başqa nə qaldı? Fenilketonuriya xəstəliyi. Fenilketonuriya isə resessiv gen xəstəliyidir. Sonra epistaz haqqında deyir, düzgün ifadələri seçin. Allel genlərin bir cütü o birinin qarşılıqlı təsirini zəiflədir. Bu səhvdir. Zəiflətmir. Sadəcə olaraq fərqli təsir göstərir. Allel genlər deyil də qeyri-allel genlər biri digərinin işini zəiflədir. Ona görə 2-dir. Yəni C, C-yə deyil, A, A-ya deyil, A, C-yə təsir göstərir. Sonra dovşanlarda A geni pigmentin tünk boyunca yayılmasına imkan vermir. Böyük C, böyük C, kiçik C, böyük A, kiçik genotiplilər dovşanlar boz olur. Bu da doğrudur. 4-də deyir C geni pigmentin tük boyunca yayılmasına imkan vermir. Xeyr, böyük C geni pigmentin olduğu deməkdir. Burada cavab 2, 3-dür. Sonra 26. Verilmiş genotiplərin neçəsi allel genə görə heterozigotdur. Bir allelə görə heterozigotdur. Burada, məsələn, bu ola bilər fərd. Belə göstərim. Bu ola bilər bir allelə görə. Bu vəbşi homozigotdur, götürmürəm. Burada A geninə görə olacaqdır heterozigot. Burada 2 gen var, ona görə bunu götürmürəm. Burada 2 gen var, götürmürəm. Cavab burada olacaq 2. Sonra keçirəm digərinə. Natamam dominantlıq şəraitində 2 heterozigot fərdin monohibrid çarpazlaşması zamanı fenotipcə neçə fərd alınar? Natamam dominantlıq heterozigot olan 2 dənə fərdin çarpazlaşmasında, hansı ki mən burada 3 cür fenotip alaram. Qırmızı, narıncı, bir də ağ rəng.
Sonra gələk situasiyamıza sonuncu. Bizə deyir, çoxallililik homoloji xromosomun eyni sahəsində yerləşən gen cütünün 3 və daha artıq formasının yaranmasıdır. İnsanda çoxəllilliyə misal olaraq qan qruplarını göstərə bilərik. İnsan qan qruplarının autosom xromosomlarda yerləşən genlərlə tənzim olunur. AB0 sisteminə görə insan qan qruplarının genotip və fenotiplərini yazın. Məsələn, biz burada nələr yaza bilərik? Birinci qan qrupu üçün 0 geni yaza bilərəm. İkinci qan qrupu üçün A yaza bilərəm. Üçüncü qan qrupu üçün B yaza bilərəm. Dördüncü qan qrupu üçün A, B yaza bilərəm. Daha sonra məsələn mən bunu necə yaza bilərəm? Genotipcə 0-0 ola bilər. A ola bilər. A 0 ola bilər. İkinci qan qrupu B ola bilər. B 0 ola bilər. Bu da yalnız A, B ola bilər. 4 əsas qruplarda rast gəlinir. Deyir, hansı meymunlarda insan kimi 4 əsas qan qrupuna rast gəlinir? Təbii ki, bu insana bənzər meymunlar olmalıdır. Gorilla, şimpanze, orangutan, bir də hippon. Birinci qan qrupuna malik ata ilə, yəni 0-0. İkinci qan qrupu, yəni A0 ilə qan qruplarını müəyyənləşdirin. Bu bizə yalnız 0 genini verər. Bu da bizə A da verər, 0 da verər. Buradan biz A0 ala bilərik, bir də 0-0 ala bilərik. Təbii ki, valideyn formaları nədirsə odur. Bu şəkildə birinci və ikinci qan qrupu ala bilərik. Dərslərimizə qatılmaq istəsəz, başda da videoda qeyd etdiyim kimi WhatsApp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.